Salam hörmətli izləyicilər. Bugünkü dərsimizdə sizə yaş psixologiyası elminin mahiyyətini, məqsədlərini, praktik əhəmiyyətini və yaş böhranları mövzusunu təqdim edirəm. İlk öncə gəlin baxaq, yaş psixologiyası nədir? Yaş psixologiyası insanın doğulduğu gündən başlayaraq qocalığa qədər keçdiyi psixi inkişafın qanunyuyğunluqlarını, mərhələlərini və mexanizmlərini öyrənən psixologiya sahəsidir. Bu elm insanın bioloji, sosial və mədəni inkişafını bir-biri ilə qarşılıqlı əlaqədə araşdırır. Yaş psixologiyasının iki əsas məqsədi var. Bunlardan birincisi teorik məqsəd, yəni insan inkişafını izah edən ümumi qanunyuyğunluqları müəyyənləşdirmək, inkişaf mərhələlərinin elmi əsaslarını tapmaqdır. İkincisi isə praktik məqsəddir. Burada müəllim, psixoloq, tərbiyəçi və valideynlər üçün uşağın inkişaf prosesini düzgün qiymətləndirməyə kömək edir. Yaş psixologiyasının əsas vəzifələri 5 qrupa bölünür. Birincisi, inkişaf mərhələlərinin elmi təsnifatını vermək. Yəni uşaqlıq, yeniyetməlik, gənclik və s. kimi dövrlərin elmi təsnifatını verməkdir. İkincisi isə inkişafın qanunyuyğunluqlarını və böhran dövrlərini müəyyənləşdirmək. Üçüncüsü, inkişafda bioloji, sosial və mədəni amillərin rolunu izah etmək. Dördüncü, təlim və tərbiyənin inkişaf prosesinə təsirini öyrənmək. Beşinci isə uşaqlarda fərdi fərqləri, məsələn, temperament, qabiliyyət, motivasiya, emosional sabitlik və s. bunları nəzərə alaraq psixoloji dəstək mexanizmlərini qurmaqdır. Daha sonra psixi inkişaf 3 əsas amilin qarşılıqlı təsiri nəticəsində formalaşır. Bunlardan biri irsiyyət, yəni genetik amil, doğuşdan gətirilən bioloji potensial və qabiliyyətlərdir. İkincisi mühit amili, yəni ailə, məktəb, cəmiyyət, dostlar, sosial dəyərlər sistemidir. Üçüncüsü isə fəaliyyət və təlim, yəni insanın öyrənmə, yaradıcılıq və təcrübə yolu ilə formalaşmasıdır. Buna nümunə olaraq deyə bilərik ki, eyni ailədə böyüyən iki uşaq fərqli qabiliyyətlərə sahib ola bilər. Çünki biri aktiv oyunlar vasitəsilə öyrənir, digəri isə müşahidə və dinləmə yolu ilə bilikləri mənimsəyə bilir. Psixi inkişafın iki əsas istiqaməti var. Bunlardan biri ontogenetik inkişaf, digəri isə sosial inkişaf, yəni insanın sosial münasibətlər, dəyərlər və təlim prosesi vasitəsilə şəxsiyyətə çevrilməsidir. Yaş psixologiyasının tətbiqi tərəfləri tədris və sosial həyat üçün çox vacibdir. Bunlar da öz növbəsində 3 istiqamətdə göstərilir. Birinci gəlir normal inkişafın qiymətləndirilməsi. Uşaq yaş normasına uyğun inkişaf edirmi? Nitqi, diqqəti, yaddaşı, emosional reaksiya səviyyəsi yaşına görə normaldırmı? İkincisi, istedad və potensialın aşkarlanmasıdır. Yəni, uşağın təbii imkanları, maraqları, güclü tərəfləri necə müəyyənləşdirilməlidir? Hər uşaqda fərqli öyrənmə tərzi var, vizual və yaxud kinestik ola bilər. Üçüncü isə fərdi yanaşmanın qurulmasıdır. Hər bir uşağın şəxsiyyətinə və yaş səviyyələrinə uyğun təlim metodlarının tətbiq olunmasıdır. Bəzən müəllim yuxarı siniflərdə çox uğurlu dərs aparır, lakin ibtidai sinifdə eyni nəticəni ala bilmir. Səbəbi isə ibtidai yaşda uşaq üçün öyrənmək emosional oyun, maraq və təsəvvür üzərində qurulmalıdır. Yəni müəllim bu yaşın psixoloji xüsusiyyətlərinə uyğun metoddan istifadə etməlidir. Müasir dövrdə informasiya bolluğu, rəqəmsal mühit və sosial media insanın psixikasına, psixi inkişafına yeni tələblər irəli sürür. Buna görə də müəllim və psixoloq müasir uşağın emosional balansını, diqqət səviyyəsini və maraqlarını nəzərə almalıdır. İnsan doğulanda fərd kimi dünyaya gəlir, lakin təlim, tərbiyə və sosial mühit çərçivəsində şəxsiyyətə çevrilir. Bu prosesdə 3 əsas mərhələ mühümdür. Bunlardan birincisi fiziki inkişaf, ikincisi kognitiv inkişaf, üçüncüsü isə sosial-emosional inkişafdır. Yaş psixologiyası insanı statik varlıq kimi deyil,
davamlı inkişaf edən sistem kimi öyrənir. Bu elm bizə göstərir ki, hər bir yaş dövrü özünə məxsus dəyərlərə, problemlərə və imkanlara malikdir. Yaş psixologiyası özlüyündə insanın keçmişini anlamağa, bugününü düzgün istiqamətləndirməyə və gələcəyini elmi əsaslarla qurmağa kömək edən bir elm. İndi isə bir qədər böhran dövrləri haqqında danışaq. Yaş dövrləri hal-hazırki dövrün ən aktual problemlərindən biridir. Çünki meydana çıxan bir çox problemlər bilavasitə insanın müəyyən yaş dövrü ilə əlaqədardır. İnkişaf heç vaxt sabit xətt üzrə getmir. Hər yaş dövrünün öz böhran məsələsi var. Bu inkişafın təbii və zəruri hissəsidir. İnsanın hansısa yaş dövründə aldığı travmalar, ailənin verdiyi tərbiyə üsulu, həmin yaş dövründə insanın keçirmiş olduğu hiss və həyəcanlar, psixoloji gərginlik və digər səbəblər özünü yetkin yaş dövründə açıq şəkildə büruzə verir. İnsanların başqalarını hədəf kimi seçməsinin, aqressiyasının kökündə yaş dövründən qaynaqlanan problemlər dayanır. Uşaq psixologiyasında böhran probleminin 4 kəskin məqamı qeyd olunur. 1 yaş böhranı çağalıq yaşından körpəlik yaşına keçid zamanı baş verir. 3 yaş böhranı körpəlik yaşından məktəbəqədər yaşa keçid zamanı baş verir. 6-7 yaşın böhranı məktəbəqədər yaşdan məktəb yaşına keçid zamanı olur və yeniyetməlik yaşının böhranı isə məlum olduğu kimi yeniyetməlik dövründə baş verən böhran dövrüdür. Doğum zamanı uşağın həyatında ağır bir dönüş nöqtəsi baş verir. Yeni doğulan uşaq qəfil ona məlum olmayan yeni mühitə düşür ki, nəticədə psixoloji və fizioloji şok yaşamalı olur. Buna görə də psixoloqlar bu dövrə doğulma böhranı deyilir. Fizioloji doğulma prosesinin özü uşağın fiziki olaraq anadan ayrılmasıdır. Uşaq çox fərqli şəraitə düşür, soyuq, parlaq işıq, fərqli hava sahəsi fərqli şəkildə nəfəs almağa məcbur edir uşağı. Yeni qida qəbulu formasına keçmək ehtiyacı yaranır. Növbəti isə 3 yaş böhranıdır. Psixoloji ədəbiyyatlarda 3 yaşın böhranı eyni zamanda kompleks canlanma adı ilə də seçilir. Bu böhran dövrü körpə yaşından məktəbəqədər yaş dövrünə keçid prosesində sərhəd rolunu oynayır. Uşağın həyatında çətin dövr kimi yadda qalır. Uşağın mövqeyinin dəyişməsi, müstəqilliyə və fəallığa can atması və onları əhatə edən yaşlı adamlardan münasibətlərinə dəyişiklik etməyi tələb edir. Neqativizm halı baş verir, neqativ reaksiyalar yaranır. Məsələn, dilini çıxarır, bəzi xoşagəlməz hərəkətlər edə bilər. Tərslik, şıltaqlıq göstərir, yaşlılara qarşı çıxırlar, cavab qaytarırlar. Uşaqlarda qəddarlıq halları müşahidə olunur, dalaşırlar, özlərindən balacaları döyürlər. Uşaqlar öz hərəkətlərini qiymətləndirmirlər, əlində olanları qırırlar, sındırırlar. Növbəti 6-7 yaşın böhranı uşağın məktəbə hazır olma problemi. Şəxsiyyətin dərki prosesində 7 yaş böhranı yaranır ki, burada başlıca əlamət uşağın sabit halı arzu olunan ilə gözlənilən davranış arasında yaranan uyğunsuzluq əsasında pozulur. Uşaq xüsusi tərz davranışlar ifadə edir, sanki nə isə gizlədir. Buna acı konfet sindromu deyilir. Uşaq özünü pis hiss edir, lakin bunu göstərməməyə çalışır. Məktəb qabağı yaranan bu böhranın digər səbəbi yeni şəraiti neqativ şəkildə qavraması və qarşılamasıdır. Əsas səbəb valideynlərin uşağı məktəbi ilə, müəllim ilə hədələməməsi, təhdid etməməsidir. Əsas böhran dövrlərindən biri də yeniyetməlik yaşı dövründə baş verən böhrandır. Burada şəxsiyyətin identifikasiyası və rolların qarışması prosesi baş verir. Öz inkişafının 5-ci mərhələsinə keçid zamanı uşaq klassik psixanalizin iddia etdiyi kimi valideynlərə qarşı sevgi və nifrət hissi ilə qarşılaşır. Bu problemin müsbət həlli onun öz yaşıdları arasında sevgi predmeti tapa bilməməsindən asılıdır. Valideynlərin
uşağın inkişaf böhranlarının gedişatına az və ya çox dərəcədə təsir edə bildiyi yaş inkişafının əvvəlki mərhələlərindən fərqli olaraq, artıq yeniyetməlik dövründə valideynlərin təsiri daha da həlledicidir. Əgər valideynlərin sayəsində yeniyetmə etibar, müstəqillik, təşəbbüskarlıq və bacarıq hissi mənimsəyibsə, onun identifikasiyası, yəni öz fərdiyyətinin dərki şansı daha da artır. Psixoloji ədəbiyyatlarda qeyd olunan yaş böhranlarından biri də 30 yaş böhranıdır. 30 yaş böhranının ilk əlamətləri artıq 28 yaşında özünü göstərməyə başlayır. İlkin hiss olaraq yaşlanma hissinin yaranmasıdır. Çoxları bu dövrdə həyatlarına görə narazı olmağa başlayırlar. Bir çox şeylər etmək üçün gec olduğunu deyirlər. Bəziləri 30 yaşına yaxınlaşdıqda daha çox çalışmağa, fəal həyat tərzi sürməyə başlayırlar. Bəziləri isə bir növ yaşlanmanın artıq yaxınlaşmasından qorxuya düşür və daha dəyişkən həyat tərzi sürür, iş yerini dəyişir, yeni insanlarla tanış olurlar. Bəzən 30 yaş böhranında olduğu kimi 40 yaşında da böhranlı hallar müşahidə edilə bilir. Bu da həmin yaşlı adamların istəklərinə nail ola bilməmələri ilə əlaqəlidir. Belə hallarda iş yoldaşları həmin adamlara kömək etməli, onların depressiyaya düşməsinin qarşısını almağa yardım etməlidir. 40 yaş böhranı ailə münasibətlərinə təsir edir. Xüsusilə yaxın ətraf adamların itkisi psixoloji sarsıntılar yaradır. Diqqətiniz üçün sizlərə təşəkkür edirəm. Ümid edirəm ki, dərs sizin üçün faydalı oldu. Çox sağ olun.